Belə bir sual paylaşmışdıq. Verilmiş cümləyə aid deyil. Tam cavab. Sulanan armudları görüb ağzım sulandı. Sualı paylaşarkən də qeyd etmişdik ki, kim bu suala tam doğru cavab yazsa, onun savad, məntiq və diqqət problemi yoxdur. Və müxtəlif sosial şəbəkələri nəzərə alsaq, bu suala 1000 plus cavab gəldi. Sualın paylaşılmasından 24 saat sonra hazırlayırıq bu videonu və bu 1000 plus cavabın hamısını yoxladıq. Cəmi 7 nəfər düzgün cavab yazıb, tam düzgün cavabdan söhbət gedir və həmin 7 nəfərin adını izahdan sonra qeyd edəcəm. Sualı paylaşarkən bilirdik ki, düzgün cavabların sayı az olacaq. Yəni bizim sualların çətinliyi bilirsiniz ki, onda deyil ki, heç yerdə olmayan bir məlumatı orada sual kimi qeyd edək. Sadəcə bəzi məsələlər var ki, adamı çaşdırır. Yəni bildiyim məsələni belə sual şəklində verəndə bəzən çaşır adam. Zərflə zərfliyi bir də görürsünüz. Ən savadlı müəllim elə çaşıb qarışdırır. Həmin anda yəni diqqətli olmaq lazımdır təbii ki. İndi baxaq variantlara. Tərkib yaradan təsriflənməyən feillər işlənmişdir. Burada 2 dənə təsriflənməyən feil var. Sulanan, görüb. Amma bunların yalnız biri tərkib yaradıb. Çünki feili sifət sulanan tərkib yaratmayıb. Özündən əvvəlki sözlərdən bir yerdə tərkib yaradır feil. Sonraki sözlərdən yox. İnversiya falan yoxdursa. Deməli, burada deyir ki, feillər. Feillər deyirsə, ən azı 2 dənə feil tapmalıyıq. Bu şərti ödəyən yoxdur. Cəm bir dənə feil var tərkib yaradan. Deməli, A-dakı fikir yanlışdır. Feillərin hamısı eyni qrammatik məna növündədir. Buradakı ən əsas məsələlərdən biri buydu. Deməli, sulanmaq sözü bilirik ki, həm məchul növdə ola bilər, həm də məlum növdə ola bilər. Və qeyd eləmişdik ki, sulanmaq sözü heç vaxt qayıdış növdə olmur. Yəni, siz nə vaxt ki, onu qayıdış görürsünüz, qayıdış demək istəyirsiniz, deməyin. Məlumdur o. Niyə belə olur? Bəs bağça sulandı, yəni suvarıldı mənasında məşhur olur, la üstəgəlmi. Amma meyvə sulandı, yəni yetişmək mənasında sulandıdan söhbət gedir və yaxud da kabab sulandı, ağzım sulandı. Bunlar məlum olur. Çünki burada olan parçalanmır. Niyə parçalanmır? Çünki biz bağça sulandı deyəndə deyir ki, hə, bağçanı kim suladı? Bağban. Sulamaq anlayışı var bağça üçün. Amma ağzım sulandı deyəndə heç kim demir ki, sənin ağzını kim suladı? Və yaxud da kabab sulandı deyəndə demirik ki, kababı kim suladı? Xeyr, orada olan bütövdür. Kababın içindən su çıxır. Bəzən bu dərsi keçəndə mütləq şagirdlərdən kimsə deyir ki, bəlkə o kimsə su səpir manqalın üstünə ki, çox alovlanmasın. O başqa şeydir. Ona su çiləmək, su səpmək deyirlər. Kabab sulamaq o vaxt olardı ki, kimsə gəlsin o şlankı tutsun kababın üstündən, suyu axıtsın ora. Elə şey yoxdur. Deməli, kabab sulandı, ağzım sulandı, meyvə yetişdi mənasında sulandı. Bunlar olacaq məlum növ. Buradakı birinci feil və sonuncu feil ona görə məlum növdədir. Görüb sözdə məlum məsələdir, o da məlum növdədir. Deməli, hamısı eyni qrammatik məna növündədir. B-dəki fikir doğru. Zaman məzmunlu feili bağlama işlənmişdir. Zaman məzmunlu feili bağlama yox. Biz ıb şəkilsini keçəndə qeyd edirik ki, səbəb məzmunu da yarada bilər, zaman məzmunu da yarada bilər. Bir də tərz yarada bilər. Tərz. Məsələn, durub danışdı. Və deyə bilərsiniz ki, burada da zamanı göstərə bilər də, onları gördükdə ağzı sulanıb. Xeyr. Yəni, onsuz da o səbəblərdə də bir zaman anlayışı olur. Amma bu cür elmi olaraq terminoloji danışırıqsa, burada feili bağlama səbəb məzmunudur. Səbəb. Ağzım niyə sulanıb? Sulanan armudları görüb. Tərkib birlikdə səbəb zərflidir. Amma o sırf səbəb məzmunlu feili bağlama işlənmişdir deyə bilərik görüb sözünə görə. Deməli, zaman məzmunu yox, səbəb məzmunu. Bu yanlışdır. Düzəltmə feillərin biri xəbər funksiyasındadır. Bu da çox çaşdırıcı məqam idi. Bəlkə də hamının bildiyi bir şeydir, amma çox adam bunu səhv eləmişdi. Deməli, sulanan sözü birinci sulanan götürdük düzəltmə. Bəs, xəbər varmı burada düzəltmə feilindən ifadə olunan? Xeyr, yoxdur. Niyə? Çünki xəbər budur. Ağzım sulandı. Frazolojidir. Ağzım sulandı düzəltmə feildirmi? Xeyr, deyil. Frazoloji birləşməklə ifadə olunubsa, deyə bilmərik ki, əgər sulandı sözü təkcə, məsələn, bağça sulandı olsaydı, deyərdik ki, düzəltmə feilindən ifadə olunub feili xəbər. Amma burada yox. Bu da yanlışdır.
Fe'li sifət indiki zamandadır. Yəqin ki, buradakı ən rahat variant buydu. Fe'li sifətlər zaman məzmunlu olur. Məzmunlu. İndiki zaman məzmunlu, gələcək zaman məzmunlu, keçmiş zaman məzmunlu. An da fe'li sifətdir və an şəkilçisi fe'li sifət şəkilçisidir və indiki zaman məzmunludur. Amma indiki zamandadır deyə bilmərik. Çünki təsriflənməyən fe'llərin elə əsas xüsusiyyətlərindən biri odur ki, onlar zamana görə dəyişmir. Deməli, bu da yanlışdır. Bizdən yanlışlar istəyir. Qeyd edeyim ki, təkcə B variantını seçənlər də var idi. Onlar da təbii ki, düzgün cavab olaraq sayılmadı. Çünki imtahanda heç vaxt demirlər ki, biz yanlışlar istəyirdik. Cavab 1, 3, 5 olmalıydı. Tələbə götürüb 2, 4, 6 yazıb. Yəqin ki, doğruları seçib, gəlin buna 1 bal verək. Elə şey yoxdur. Yəni, nə soruşulursa onun cavabını vermək lazımdır. Ona görə təkcə B yazanların da düzgün cavab kimi cavabı qəbul olunmadı. Cavab belədir. B xaric hamısı. A, C, D, E. İndi gələk o 7 nəfər çox diqqətli, savadlı və məntiqli tələbəyə. Məntiq demişkən bir dənə şey unutdum deməyi. Burada bəzən belə yanaşdılar ki, sulanmaq bəlkə burada baxşanı suluyur. Yəni suvarmaq mənasında, armudu suvarmaq da olardı. Bəlkə mən belə düşünürəm. İş orasındadır ki, adam suvarılan armudu görəndə yox, yetişən armudu görəndə ağzı sulanar. Yetişən armudu da rəngi qəşəng saralır, hiss edirsən ki, içi şirəldir. Amma həm də ki, o vaxtı armudu sulamırlar. Yəni, meyvə əmələ gələndən sonra armudu sulanması ona ziyandan başqa bir şey deyil. Yəni, çiçəkləyən vaxtı, təzə inkişaf edəndə suvarılır, amma yetişmiş armud sulanmır. Və sulansa belə, burada heç onu oxuyanda demirsən ki, suvarılan armudları görəndə ağzım sulandı. Yox, yetişmiş armudları görəndə ağzım sulana bilər. Ona görə burada sırf götürmək lazımdır lan bütöv olan versiyanı. 7 nəfərdən 5-i sosial şəbəkələrdən düzgün cavablandırdım. Onlar Namazova Samirə, Zümrüd Tərlan qızı, Sevinç Quliyeva, Fərman Məmmədəliyev və Babayeva Nərmindir. Plus da real dərs qruplarında da, real dərs dedikdə biz artıq MİQ və sertifikasiya dərslərini real olaraq keçmirik, sadəcə online formada keçirik. Amma liseydə işləyirəm, ona görə siniflərdə də bu sualı verdim. Görüm kimsə düzgün cavablandıracaqmı? Bugün 2 sinifdə işlətdiyim bu sualı hər sinifdən 1 nəfər. Sevindirici bir haldır ki, şagirdlərdən də bu sualları cavablandıran oldu. Bəxtiyarova Leyla və Cəlilli Adil. Cəmi 7 nəfər bu sualı tam düzgün cavablandırdı. Təbrik edirik hər birini və sevindirici haldır ki, düzgün cavablar gəldi.